Salam dostlar, bir neçə gün əvvəl dünya yeni Yaxın Şərq müharibəsinin astanasında görünürdü. İran və ABŞ arasında qarşılıqlı zərbələr endirilir, Hürmüz boğazının bağlanması müzakirə olunur, neft bazarları çalxalanma, media isə mümkün geniş miqyaslı müharibə ssenarilərini müzakirə edirdi. Amma iyunun 15-də vəziyyət gözlənilmədən dəyişdi. ABŞ prezidenti Donald Trump Vaşinqton və Tehran arasında razılaşma əldə olunduğunu bəyan etdi. İlk baxışda hər şey sadə görünə bilər, yəni tərəflər müharibədən imtina edib, bölgədə gərginlik azalıb və dünya iqtisadiyyatı rahat nəfəs alıb. Amma sənədin detalları ortaya çıxdıqda daha ciddi suallar yaranmağa başladı. Məsələn, bu Trumpın dediyi kimi böyük diplomatik qələbəsi İranın kapitulyasiyasıdırsa, niyə Tehranın rəsmiləri ABŞ üzərində qələbə qazandıqlarını bəyan edirlər? Niyə İsraildə hökumət daxilində narazılıq artır və niyə Netanyahu özünü təklənmiş hiss edir? Bu buraxılışda son günlərin ən çox müzakirə olunan siyasi razılaşmasını təhlil edəcəyik. Vaşinqton və Tehran arasında əldə olunan sazişdən kimin nə qazandığını, kimin nə itirdiyini araşdıracaq və bu sazişin Yaxın Şərqin gələcəyini necə dəyişə biləcəyindən danışacağam. Dostlar, videonun əsas hissəsinə keçməmişdən əvvəl bildirmək istəyirəm ki, bu kanal həm də sizin dəstəyinizin sayəsində fəaliyyətini davam etdirir. Odur ki, videoya like qoymağı, kanala abunə olmağı və videonu izləyən zaman hər hansısa fikirləriniz, şərhiniz və suallarınız yaranarsa elə bu videonun şərh bölməsinə yazmağı unutmayın. Vaşinqton və Tehran arasında razılaşdırılmış sənəd 14 maddədən ibarətdir. Birinci və ən vacib məsələ təbii ki, hərbi əməliyyatların dayandırılmasıdır. Tərəflər qarşılıqlı hücumları dayandırmağa razılaşıblar. Maraqlı məsələ ondan ibarətdir ki, sənəddə Livan istiqaməti də ayrıca qeyd olunur. Bu isə o deməkdir ki, proses təkcə ABŞ-İran arasında deyil, eyni zamanda İsrail-Hizbullah qarşıdurmasına da təsir edəcək. Bununla yanaşı Vaşinqton İranın suverenliyinə hörmət göstərəcəyini və ölkənin daxili işlərinə müdaxilə etməyəcəyini bəyan edir. Məhz bu məqam Tehranda ən böyük siyasi uğur kimi təqdim olunur. İkinci mühüm məsələ isə təbii ki, Hürmüz boğazıdır. Xatırlatmaq istəyirəm ki, dünya neftinin təxminən 5də biri məhz bu marşrut vasitəsilə daşınır. Razılaşmaya əsasən dəniz blokadası mərhələli şəkildə aradan qaldırılacaq və gəmiçilik fəaliyyəti bərpa olunacaq. Bu isə qlobal enerji bazarları üçün kritik əhəmiyyət daşıyır. Çünki son həftələrdə neft qiymətlərinin artmasının əsas səbəbi məsələ Hürmüz boğazı ətrafındakı qeyri-müəyyənlik idi. Üçüncü və ən mübahisəli məsələ maliyyə paketidir. Saziş çərçivəsində İran iqtisadiyyatının bərpası üçün 100 milyardlarla dollarlıq maliyyə investisiya proqramlarının nəzərdə tutulduğu qeyd olunur. Bundan əlavə uzun müddətdir bloklanmış İran vəsaitlərinin bir hissəsinin qaytarılması da müzakirə predmetidir. ABŞ daxilində bir çox siyasətçi hesab edir ki, Vaşinqton bu məsələdə Tehrana həddindən artıq çox güzəşt edib. Digər tərəfdən isə Trump tərəfdarları deyir ki, bizim əsas məqsədimiz bölgədə müharibənin qarşısını almaq və enerji bazarlarını sabitləşdirməkdir. Və ən nəhayət sənədin ən həssas hissələrindən biri İranın nüvə proqramı. Tehran beynəlxalq öhdəliklərinə sadiq qalacağını bəyan edir. Lakin hələlik yeni nəzarət mexanizmlərinin və ya əlavə yoxlamaların necə həyata keçiriləcəyi barədə tam məlumat yoxdur. Əvəzində ABŞ regiondakı hərbi mövcudluğunu azaltmaq və yeni sanksiyalardan çəkinmə öhdəliyi götürür. Məsələ bu məqam bir çox ekspertlər tərəfindən Trumpın maksimum təzyiq siyasətindən geri çəkilməsi kimi qiymətləndirilir. Bəs bu saziş həqiqətənmi Trumpın həftələrlə dediyi kimi Amerikanın diplomatik qələbəsidir? Yoxsa Tehran Vaşinqtonun daxili siyasi problemlərindən istifadə edərək danışıqlar masasında daha çox üstünlük əldə etməyə bacarıb? Növbəti hissədə bu razılaşmanın pərdə arxasına nəzər salacağam və gecə yarısı diplomatiyasının necə işlədiyindən danışacağam. Adətən beynəlxalq danışıqlar deyiləndə insanların ağlına Cenevrə, Viyana və ya Nyu-York gəlir. Amma bu dəfə proses tamamilə fərqli şəkildə inkişaf etdi. Məlum olur ki, Vaşinqton və Tehran arasında əlaqələrin bərpasında əsas rol qərb paytaxtları deyil, Pakistan oynayıb. Bu fakt ilk baxışda təəccüblü görünə bilər, çünki son illər Yaxın Şərq böhranlarında vasitəçi rolunu əsasən Avropa ölkələri üzərinə götürürdü. Lakin bu dəfə Fransa, Almaniya və Böyük Britaniya prosesin mərkəzində deyil, kənarında qaldılar. Əvəzində isə Pakistan, Qətər, Türkiyə və müəyyən dərəcədə Səudiyyə Ərəbistanı əsas diplomatik oyunçulara çevrildilər. Bu isə region siyasətində yeni tendensiyanın formalaşdığını göstərir. Başqa sözlə, Yaxın Şərqin
taleyi ilə bağlı mühüm qərarlar artıq təkcə Vaşinqton və ya Brüsseldə deyil, regionun özündə də formalaşdırılır. Pakistanın bu prosesdəki rolu xüsusi diqqət çəkir, amma əslində bu o qədər də təəccüblü olmamalıdır, çünki İslamabadın bir tərəfdən ABŞ ilə uzunmüddətli hərbi əlaqələri mövcuddur, digər tərəfdən isə Pakistan İranla sərhədi bölüşür və iki ölkə arasında tarixi, dini və mədəni bağlar var. Məsələ bu səbəbdən Pakistan hər iki tərəfin etibar edə biləcəyi nadir vasitəçilərdən birinə çevrilə bildi. Əl-Cəzirə telekanalının məlumatına görə son aylarda Pakistanın diplomatları faktiki olaraq gecə-gündüz işləyib və tərəflər arasında əlaqələrin tam qırılmasının qarşısını almağa çalışıb. Amma bu hekayənin ən maraqlı hissəsi danışıqların son saatlarında baş verənlərdir. Məlumatlara görə Tehran son məqamda razılaşmanın imzalanmasını qəsdən gecikdirib. Səbəb isə hərbi və ya texniki deyil, siyasi idi. İyunun 14-ü Donald Trumpın 80 illik yubileyinə təsadüf edirdi. Vaşinqtonda hesab edirdilər ki, belə bir tarixi sazişi məhz həmin gün elan olunması Trump üçün böyük siyasi qələbə görüntüsü yaradacaq. Bu səbəbdən Tehran son razılaşdırma prosesini gecə yarısına qədər uzatdı və sənəd yalnız təqvimdə artıq 15 gün göstərildikdən sonra təsdiqləndi. İlk baxışda bu xırda detal kimi görünə bilər, amma məlumdur ki, hərdən siyasətdə çox kiçik mesajlar belə sənədin özündən daha vacib və simvolik olur. İran bununla həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə göstərmək istəyirdi ki, qərarları özü verir və Vaşinqtonun istəyinə uyğun hərəkət etmir. Bu isə öz növbəsində müəyyən mənada diplomatik, psixoloji üstünlük nümayişi idi. Trump Vaşinqtonda razılaşmanı öz uğuru kimi təqdim edərkən, Tehran həmin razılaşmanı ABŞ üzərində siyasi qələbə kimi təqdim etməyə başladı. Bəs bu sazişin işləməsi nə dərəcədə realdır? Çünki tarix bizə dəfələrlə göstərib ki, siyasi bəyanat vermək başqa, həmin bəyanatı real mexanizmə çevirmək isə tamamilə başqa məsələdir. Növbəti hissədə diqqəti ABŞ daxilindəki vəziyyətə yönəldəcəyik. Trump niyə getdikcə daha çox təzyiq altında qaldı? Niyə bu saziş ABŞ siyasi elitasını iki düşərgəyə böldü və niyə bəzi ekspertlər hesab edirlər ki, bu razılaşma Trumpın siyasi karyerasında dönüş nöqtəsinə çevrilə bilər? İndi isə gəlin məsələnin ən mübahisəli tərəfinə baxaq. Çünki bu sazişin ortaya çıxmasından sonra əsas suallardan biri oldu ki, müharibənin əvvəlində İranı vuracağam, yıxacağam, rejimi devirəcəm deyən Trump niyə belə sürətlə razılaşmaya getdi? Nə baş verdi, nə dəyişdi? Bu suala cavab vermək üçün ABŞ daxilindəki siyasi vəziyyətə baxmaq lazımdır təbii ki. Wall Street Journal'ın diqqət çəkdiyi məqamlardan biri o oldu ki, razılaşmanın elan olunması təsadüfi tarixə düşməyib. Bu Trumpın 80 illik yubileyi ilə eyni günə təsadüf edirdi. Bu barədə danışdıq. Üstəlik, həmin gün ABŞ-də həm bayraq günü, həm də quru qoşunları günü kimi qeyd olunur. Başqa sözlə, Ağ Ev bu hadisəni böyük siyasi və simvolik uğur kimi təqdim etməyə çalışırdı. Trumpın komandası istəyirdi ki, prezident Cenevrəyə sadəcə dövlət başçısı kimi yox, böhranı dayandıran lider, fatih kimi getsin. Ancaq Vaşinqtonda hamı bu prosesə eyni gözlə baxmır. ABŞ mediasında və siyasi dairələrdə son həftələrdə tez-tez səsləndirilən bir ifadə var. Lame duck, yəni çolaq ördək. Başqa sözlə, təsir imkanları zəifləyən lider. Bir çox analitik hesab edir ki, Konqres seçkiləri yaxınlaşdıqca Trumpın manevr imkanları azalır. Reuters və digər Amerika nəşrlərinin yazdığına görə Ağ Ev üçün əsas problemlərdən biri həm də enerji qiymətləridir. Çünki neft bahalaşdıqca ABŞ-də inflyasiya artır. İnflyasiya artdıqca isə seçicilərin narazılığı yüksəlir. Bu səbəbdən Hörmüz boğazının açılması və neft axınının bərpası Vaşinqton üçün sadəcə xarici yox, həm də daxili siyasi məsələ rolunu oynayır. Məhz buna görə Trump razılaşmanın elan olunduğu gün sosial şəbəkədə xüsusi vurğu ilə neft axmağa davam etməlidir mesaj verdi. Ancaq daha maraqlı və diqqət çəkən müzakirələr hələ qabaqdadır. CNN və digər Amerika mediasında yayılan məlumatlara görə İranın bloklanmış maliyyə vəsaitlərinin mərhələli şəkildə qaytarılması ilə bağlı danışıqlar rəsmi memorandum açıqlanmamışdan əvvəl başlamışdı. Vaşinqton bunu diplomatik prosesin tərkib hissəsi kimi təqdim edir. Lakin Trumpın tənqidçiləri başqa fikir irəli sürürlər. Onlar hesab edirlər ki, Ağ Ev danışıqların uğurlu görünməsi üçün əvvəlcədən ciddi güzəştlərə getməyə hazır idi. Ən böyük mübahisə isə maliyyə paketləri ətrafında yaranıb. Bu prosesdə Tehranın məqsədi təbii ki, tam aydındır. İllərlə davam edən sanksiyalardan sonra iqtisadiyyata yeni nəfəs
səs vermək. Ancaq Vaşinqtonda bir çox siyasətçi bunun əvəzində İranın hansı real güzəştlər etdiyini soruşur. Çünki indiki vəziyyətə görə İran raket proqramından imtina etməyib. Regiondakı təsir imkanlarından, yəni proksilərin imkanlarını azaltmayıb. Livan və Suriyadakı mövqelərini qoruyub saxlayıb. Bu səbəbdən tənqidçilər Trampa sual verirlər ki, bəs ay cənab prezident, əgər əsas strateji məsələlər dəyişməyibsə, onda bu sazişdən daha çox kim qazanıb? Amerika yoxsa İran? Trampın vəziyyətini çətinləşdirən başqa bir amil də İsraillə münasibətlərdir. Wall Street Journal'ın yazdığına görə son günlər Vaşinqton və Tel-Əviv arasında fikir ayrılıqları daha açıq görünməyə başlayıb. Danışıqların son mərhələsində baş verən bəzi hərbi insidentlər Ağ Evdə ciddi narazılıq yaradıb. Trampın açıqlamalarında da bunu görmək, sezmək mümkündür. ABŞ prezidenti açıq şəkildə demişdi ki, gərginliyi artıran addımlar diplomatik prosesə zərər vurur. Bu isə Vaşinqton-Tel-Əviv xəttində nadir görünən açıq fikir ayrılıqlarından biri hesab olunur. Beləliklə, ortaya maraqlı mənzərə çıxır. Bir tərəfdə böyük diplomatik uğur nümayiş etdirmək istəyən Tramp var, digər tərəfdə isə Ağ Evin tələsdiyini anlayan və bundan maksimum fayda götürməyə çalışan İran. Məhz buna görə ABŞ daxilində bu sazişlə bağlı qiymətləndirmələr iki yerə bölünüb. Bir qrup hesab edir ki, Tramp yeni müharibənin qarşısını alıb, digər qrup isə düşünür ki, Vaşinqton sabitlik əldə etmək üçün həddindən artıq yüksək bədəl ödəyib. Əsl cavab isə yəqin ki, yaxın aylarda məlum olacaq, çünki razılaşmanın taleyi təkcə imzalardan yox, tərəflərin üzərinə götürdükləri öhdəlikləri necə yerinə yetirməsindən də asılı olacaq. Növbəti hissədə isə prosesə İsrailin reaksiyasına nəzər salacağam. Niyə Tel-Əvivdə bu sazişdən narazıdırlar? Netanyahu niyə özünü təkləmiş hiss edir? Və niyə bəzi İsrailli siyasətçilər artıq açıq şəkildə ABŞ-yə əvvəlki kimi etibar etməyin mümkün olmadığını deyirlər? Bu razılaşmanın ən narazı tərəfi kimdir? Təbii ki, cavab birmənalıdır: İsrail. Əgər Vaşinqton bu sazişi diplomatik uğur, Tehran isə siyasi qələbə kimi təqdim edirsə, Tel-Əvivdən vəziyyət tam fərqli görünür. İsrail rəhbərliyi hesab edir ki, regionun gələcəyini müəyyənləşdirə biləcək danışıqlarda onların rolu minimuma endirilib. Axios portalının İsrail hökumətindəki mənbələri istinadən yaydığı məlumata görə, Baş nazir Benyamin Netanyahu memorandumun yekun məzmunu ilə tanış olduqdan sonra ciddi narazılıq ifadə edib. Məlumata əsasən Netanyahu ABŞ və İran arasında danışıqların getdiyini bilsə də, son anda Tehrana bu qədər geniş güzəştlərin ediləcəyini gözləmirdi. Bu isə Tel-Əviv üçün təkcə diplomatik yox, həm də psixoloji zərbədir. Ən sərt reaksiyalardan birini İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Gvirdən gördük. Onun açıqlaması qısa olsa da beynəlxalq mediada geniş rezonans doğurdu. Ben-Gvir dedi ki, İsrail banan respublikası deyil. Bu ifadə əslində Vaşinqtona ünvanlanmış siyasi mesaj idi. Nazirin fikrincə, ABŞ regionla bağlı qərarları İsrailin mövqelərini nəzərə almadan qəbul edir və Tel-Əvivi fakt qarşısında qoyur. İsrail daxilində bəzi siyasətçilər hətta ölkənin təhlükəsizlik maraqlarının ikinci plana keçdiyini iddia etməyə başlayıblar. Bəs İsraili ən çox narahat edən nədir? Netanyahu hökumətinin əsas strategiyası uzun illərdir İranın regional təsir imkanlarını məhdudlaşdırmaq və onun nüvə proqramına qarşı maksimum təzyiq göstərməkdən ibarət olub. Ancaq yeni razılaşma bu strategiyanın böyük hissəsini sual altına qoyur. Tel-Əvivdə hesab edirlər ki, İranın iqtisadi imkanlarının genişlənməsi gələcəkdə regiondakı qüvvələr balansına da təsir göstərə bilər. The New York Times-ın yazdığına görə İsrail təhlükəsizlik dairələrində ən çox müzakirə olunan mövzulardan biri məhz maliyyə paketləridir. İsrailli rəsmilər hesab edirlər ki, Tehrana yönəldiləcək böyük həcmdə maliyyə vəsaiti gələcəkdə İranın regional təsir imkanlarını daha da artıra bilər. Ən ciddi fikir ayrılığı isə Livan məsələsində yaranıb. Məlum olduğu kimi İsrail son aylarda Hizbullaha qarşı əməliyyatlarını davam etdirirdi. Ancaq ABŞ administrasiyası bölgədə gərginliyin azaldılmasına üstünlük verir. Məhz buna görə Vaşinqton və Tel-Əviv arasında ilk dəfə açıq fikir ayrılığını müşahidə etdik. İsrail cəmiyyətində də bu məsələ ilə bağlı parçalanma yaranıb. Bir qrup hesab edir ki, istənilən atəşkəs və sabitlik təşəbbüsü dəstəklənməlidir. Digər qrup isə düşünür ki, İranla əldə olunan razılaşma gələcəkdə daha böyük təhlükələr yarada bilər. Bu narahatlıq xüsusilə Qəzza məsələsində daha aydın görünür, çünki İsrail rəhbərliyi hesab edir ki, regionda uzunmüddətli sabitlik üçün təhlükə
təhlükəsizlik problemləri tam həll olunmalıdır. Ancaq yeni razılaşma əsasən İran və ABŞ arasındakı gərginliyin azaldılmasına yönəlib. Məhz buna görə Təl-Əvivdə sual edirlər ki, bu saziş həqiqətənmi regiona sülh gətirəcək, yoxsa sadəcə mövcud problemləri bir müddətlik təxirə salacaq? Görünən mənzərə onu deməyə əsas verir ki, Tramp qarşıdan gələn aralıq seçkilərinə qədər siyasi baxımdan vaxt qazana bilib. İran isə iqtisadi cəhətdən özünə nəfəsliyi aça bilib. İsrail isə öz təhlükəsizlik narahatlıqları ilə üz-üzə qalıb. Ən azından Təl-Əvivdə indi belə düşünürlər. Bəs əsl qalib kimdir? Məncə bu suala cavab vermək üçün hələ tezdir. Bunun üçün düşünürəm ki, bir neçə ay vaxt lazım olacaq. Çünki yaxın şərqdə imzalanan sazişlərin əsl dəyəri onların imzalandığı gün yox, aylar və illər sonra məlum olur. Maraqlıdır. Bəs bütün bu proseslər barədə siz nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə yazın. Ən maraqlı fikirləri növbəti buraxılışlarda müzakirə də edə bilərik. Dostlar, bugünlük sizinlə mən idim Süleyman Həmidov. Videonu bəyəndinizsə, təbii ki, like qoymağı, kanala abunə olmağı və ən əsası siyasət və iqtisadiyyatla maraqlanan dostlarınıza göndərməyi unutmayın. Növbəti buraxılışlarda görüşənədək.